Mən özüm tələbə olarkən bir hadisəni inşallah sizə qeyd edeyim. Tələbə yoldaşım var idi, Pakistandan idi. Bir gün otaqda oturmuşdum, bu gəldi, dedi ki, mən internetdə gözəl bir məlumat oxumuşam, inşallah sənə qeyd edeyim onu və çox sevincək haldaydı. Mən də onu sizə inşallah ərz edəcəm. Buydu, deyir, Səudi Ərəbistanda şiyə məntəqələri də var, xüsusən Qətif, məsələn, hamı şiyyədir, sünni və Vəhabi yerləri də var. Bu şiyyədən biri öz ailəsi ilə, işlə əlaqədar Vəhabi yerində yaşamağa gedir, Vəhabi məntəqəsində yaşamağa gedir. Bu Vəhabinin içində yaşayanda bizdə necə evdə görsən körpə uşaqlar, ya Əli, ya Hüseyin, görsən İmam Hüseyin deyəndə sinə vururlar, yəni ki, bu mühitlə böyüyüblər. Bu şiyyənin bir dinə balaca qızı var imiş, 3-4 yaşında, ayağa qalxanda ya Əli sözünü deyərmiş, bir şey qaldıranda ya Əli deyərmiş. Vəhabi uşaqları ilə oynayanda, qız uşağı ilə birinə oynayırmış, bu qızın da 3-4 yaşı varmış. Oynayırmış ya Əli, ya Əli, bu qız, Vəhabi qız da ya Əlini öyrənir. Gəlir evdə, süfrədən qalxanda ya Əli deyir. Atası da Vəhabi deyir ki, nə dedin sən? Dedi, ya Əli dedim. Vay küfr elədi. Bunu vurur. Bir şey eləyəndə pilləkəndən qalxır, ya Əli. Bunu uşağı deyir ki, nə edirsən sən? Bunun dilin yandırır, əlin yandırır, nə edir? Görür ki, bu qız uşağı ya Əli sözündən əl çəkmir. Nə iş görür, mümkün olur. Axırı bu kişi görür ki, bu kafirdir, bunların dilində kafirdir, qətli vacibdir, qanı halaldır, bunu öldürən cənnətə gedər. Bu fikirlə deyirlər ki, öz yoldaşı ilə məsləhətləşir ki, biz bu qız balamızı öldürək, bu kafirdir. Nə cür öldürək, balamızdır, özümüz öldürə bilmərik. Bunu qoyaq bir otaqda, bağlayaq qapını, kilitləyək, qalsın qıfıllı bir otaqda. Özümüz gedək həcc evinə, Allahın evini ziyarət eləyək, ibadət eləyək, bu qız uşağı ölsün burada, bir aydan, 2 aydan sonra gələrik, bunu götürüb ölsün, dəfn eləyək. Ata-ana, qarlar gəlir, qapını kilitləyir, pəncərəni bağlayırlar, otaqda, bir otaqda bu qız uşağını qoyurlar, çıxlayırlar. 1 ay, 2 ay bunlar güya gedirlər, Allah evini ziyarət edirlər, ziyarətdən sonra qayıdırlar. Qayıdırlar, evə çatırlar, ata açarı verir anasına ki, aç qapını. Ana deyir ki, mən açanlarım, sən aç. Bunların arasında düşür mübahisə. Çünki hər ikisi evladı istəmir ki, bunu ölsün, görsün. Bu halda deyir, ondaydı, gördü, içərdən bir dənə səs gəldi. Qız dedi ki, baba, aç qapını. Aç qapını, deyir ki, biz də açdıq qapını. Girdi içəri, otağın qapısını açdı. Gördü ki, otaqda qızın necünə otuzdurmuşdu, o cünə də oturub. Yaxınlaşdı deyir qıza, ata-ana yaxınlaşdı qıza. Qızım, sən burada nə cürlə qaldın? Neynədin burada? Nə içdin, nə yedin? Çox gözəl bir söz deyir. Huvə aliyyullləzi at'aməni və səqani. Bu Ali ki var idi ya. Bu Ali ki var idi ya, mən onun adını çəkirdim. O mənə yiyəcək, içəcək gətirib burada saxladı. Deyir ki, anası həmin anda Əli əleyhissalamın vilayətini qəbul edib şiyə oldu. Atası təəssübkeşdən, çünki o zatında, bilirsiniz ki, Əlini tanımayan zatında bir müşkil var. Zatında müşkil olduğundan tərk edib o ailəni çıxdı getdi. Həqiqətən Əli əleyhissalamın fəziləti hər yerdə, hər məkanda var və bütün dünya Əli əleyhissalamın fəzilətindən danışır, nəinki biz şiyyələr.